Herkese salam 3-cü dərsdən. Dostlar, bu gün TradingView haqqında məlumatlar verəcəm. TradingView nədir və nə cür istifadə olunur və analiz üçün hansı toollardan istifadə etmək lazımdır. Mən sizə burada bu dərsdə onu izah edəcəm. Məsələn, trend line çəkilməyidir, dəstəkdir, dirençdir, bu cür məlumatlar vermək istəyirəm. Mən bütün analizlərimi TradingView üzərindən edirəm, sonra MetaTrader üzərindən həyata keçirdirəm. Siz burada axtarış yerinə əgər komentiniz varsa TradingView yazıb bu sayta giriş edə bilərsiniz. Giriş elədikdən sonra isə bizim işlədiyiniz cütlük nədirsə, həmin o cütlüyü burada axtarış yerinə yazaraq tapa bilərsiniz. Mən həmişə qızılı işləyirəm deyə gold yazıb birbaşa giriş eləyirəm. Və beləliklə burada goldda mən indi bunları bilən təmizləyim. 0 vəziyyətə gətirim. Gördüyünüz kimi baxın, bu qrafikdir və burada yəni siz bu dəqiqə baxanda heç nə başa düşə bilmirsiniz. Yəni qırmızı şamdır, yaşıl şamdır və bəs necə başa düşə bilərik ki, buradakı qırmızı şam bizə nə deyir, yaşıl şam bizə nə deyir? Qrafiki addım-addım necə oxuya bilərik? Hamısını bir-bir sizə bu dərsdə izah edəcəm. Amma bundan öncə biz ilk öncə baxmalıyıq ki, biz bu qrafiki, yəni bu TradingView-nu necə istifadə edə bilərik? İndi sizə birinci nədir? Birinci onları sizə izah edeyim. Baxın. Burada bu bir şam, baxın bir dənə bu şam. Görürsünüz, baxın buradan başlayır, bura qədər qutarır. Bu 5 dəqiqəliyə bərabərdir. Hansı ki MetaTrader-də izah eləmişdim. 1 dəqiqəlik şam. Baxın bu 1 dəqiqəlik şam buradan başlayıb burada qutarır. Sonra ikinci yenə başlayıb yenə bu. Bu hər bir şam 1 dəqiqəyə bərabərdir. Əgər bunu 5 dəqiqəliyə qoysanız, buradakı hər bir şam artıq 5 dəqiqəyə bərabər olacaq. Məsələn, son 5 dəqiqə içində bu şam qiymət nə vəziyyətdə olub? Məsələn, 5 dəqiqə əvvəl bu şam 4139 qiymətində olub, sonra isə gəlib aşağı düşüb 4133-də bağlayıb. Yəni bu bir şam 6 dollarlıq düşüş yaşayıb. Bu o deməkdir. Buradan da bu dəqiqə time frame-ləri böyüdərək hər birini görə bilərsiniz ki, məsələn 15 dəqiqəlikdə qrafik necə görünür, məsələn yarım saatlıqda qrafik necə görünür. Bu 45 dəqiqəlik yox, 1 saatlıq. Bir də 4 saatlıq var. Həmişə istifadə etdiyim time frame-ləri sizə deyəcəm. Mənim ən birinci istifadə etdiyim time frame 1 günlükdür. 1 günlük time frame-ə baxandan sonra keçirdib 4 saatlığa, sonra 1 saatlığa, ondan sonra yarım saatlığa, sonra 15 dəqiqəliyə və 5 dəqiqəliyə baxıram. Gəlin indi bura qeyd edeyim, siz də özünüzdə qeyd edin ki, siz hər zaman hansı time frame-lərə baxmalısınız. Siz də hər zaman qrafikə girəndə bu sıralama ilə qrafikə baxmalısınız. 1 günlük, 4 saatlıq, 1 saatlıq, yarım saatlıq, 15 dəqiqəlik və 5 dəqiqəlik. Gələn dərslərdə bu time frame-lərə baxıb hansında nə qərarlar verməlisiniz, onları izah edəcəm. Amma ondan öncə sizə bu TradingView-da müəyyən bəzi şeylər ki var, onların nə cür işlədiyini izah eləmək istəyirəm. Gəlin siz bunu qeyd edin özünüzdə ki, istifadə eləməli olduğunuz time frame-lər bunlardır. İndi isə mən sizə gələcəm burada 1 saatlıq da həmən burada trend xətti necə çəkilir, dəstək xətti necə çəkilir, onları izah edəcəm. Dostlar, dəstək və direnç nədir ümumiyyətlə? Baxın, burada indi sizin üçün çəkirəm. Qiymət hər zaman müəyyən bir çərçivənin içində hərəkət edir. Baxın, bura çəkdiyim dirençdir, bura isə çəkdiyim dəstəkdir. Və bu da qiymətdirsə əgər gəlir dirənir burada, düşür ən aşağı və buradan dəstək alır, qalxır yuxarı. Sonra gəlir yenə dirəncə, dirənir burada, yenə düşür, yenə dəstəyə gəlir, yenə qalxır. Baxın bu şəkildə gördüyünüz kimi, baxın bunun arasında oynayır. Bu nədir? Burada elə bil ki, buradakı qiymət elə bil dirənclə dəstək arasında oynayır. Və bəs biz bu qrafikdə direnclə dəstəyi necə tapa bilərik? Sizə indi onları izah edəcəm. Baxın, görürsünüz, burada mən çəkəndə, baxın, burada qiymət gəlir, burada A şəklinə oxşayır. Bax, bu A-ya oxşayır, görürsünüz, A-dır. Belə A-ya oxşayanlar, baxın, bu hissələr direnç sayılır. Bu isə dəstəkdir. Gördüyünüz kimi. İndi isə biz bunu qrafikdə əgər şamlara baxaraq eləyə bilmiriksə, yeni isə əgər, o zaman biz bunu buradan, baxın bu şamların şəkillərini dəyişmək yolları. Line vəziyyətinə gətirin. Line vəziyyətinə gətirdikdən sonra dediyim kimi, baxın burada A-lar varsa əgər, baxın burada A-lar varsa,
Bu A'lar dirənclər sayılır. Bu A dirənc sayılır. Bu A dirənc sayılır. V'lar hardadır? V'lar da buradadır. Bunlar da dəstək sayılır. Gördüyünüz kimi. Cəlbi qiymət burada dəyib, qalxır. Sonra isə gəlib baxın. Bunu görürsünüz, bunun tuşunda da bir dənə V hərfi var. Yəni dəstək var. Baxın, gəlib bunun dəstəyi olursa əgər, bu gəlir, məsələn, burada oynayır, qalxırsa yuxarı, gəlir yenə həmən bu dəstəyə dəyir, yenə qalxır. Sonra yenə gördüyünüz kimi burada dirənc var. Həmən dirəncdə gördüyünüz kimi gəlib, məsələn, dirəncə dəyib, necə ki, düşməyib aşağı. Sonra gəlir yenə buradakı dirəncə dəyir və yenə də düşüş yaşayır. Bu şəkildə siz bu dəstək dirənclərinizi bu şəkildə qoya bilərsiniz. İndi isə mən sizə bunun line şəklində göstərəcəm. Qrafiki əgər line şəklinə gətirmisinizsə, bu formaya gətirmisinizsə, indi də buradan belə xəttlər qoya bilərsiniz. Məsələn, necə? Gəlirsiniz horizontal line seçirsiniz və qoyursunuz həmən bu bir neçə dənə dirənci özündə birləşdirən yerə. Məsələn, gördüyünüz kimi gəlib bir dəfə dəyib, düşüb, 2 dəfə dəyib, düşüb. Beləliklə bura nədir? 1 saatlığın dirənci, 1 saatlığın dirənci. Okay? İndi isə dəstəyə baxırıq. Həmən A-ları birləşdiririk. Gördüyünüz kimi baxın. Bir dəstək, 2 dəstək. 2 dəfə dəydiyinə görə bura dəstək sayılır. Gəlib bir dəfə buradan dəstəyi alıb qalxıb, dirəncdən düşüb, yenə həmən dəstəkdən qalxıb, dirəncdən düşüb və bu səfər dəstəkdən reaksiya almadan dəstəyi qıraraq aşağı düşüb. Trend xətti nədir və nə cür qoyulur? Trend xətti isə bu səfər buradan gəlinir, buradan trend line hissəsindən trend line seçilir. Və beləliklə burada ən aşağı qiymət haradsa, oradan üzü yuxarıya, baxın bu şəkildə çəkilir. Məsələn, gördüyünüz kimi baxın burada da trend xətti nədir? Qalxış trendidir, görürsünüz. Buna nə deyirlər? Trend line buy. Okay. Trend line buy. TL yəni trend line'ın qısaldılmış forması. Trend line buy. Gəlib bura bir dəfə dəyib, ikinci dəfə dəyib, üçüncü dəfə dəyəndə qırıb. Qırıldığına görə nə olur? Trend qırılmış sayılır və beləliklə nə olur? Sell trendi başlayır. Sell trendi başlayır. O zaman da nə olur? Buradan sell trendini qoyursunuz bu şəkildə. Ondan sonra sizin üçün də rahat olsun deyə bu dəstəyi, dirənci, qalxan trendi, düşən trendi hər birinə ad verə bilərsiniz. Məsələn, bu əgər dirəncdirsə, üzərinə basırsınız. Basandan sonra dirəncə hər zaman qırmızı rəngdə qoyun. Çünki dirənc həmişə sizə seldən, yəni düşüşdən xəbər verə bilər. Buraya yazırsınız resistance. Resistance nədir? Dirənc deməkdir ingilis dilində. Resistance dirənc deməkdir. Support dəstək deməkdir. Zəhmət olmasa bunu da qeyd edin özünüzdə. Resistance dirəncdir. Support dəstəkdir. TL trend line deməkdir. Amma məsələn TL buy qalxışdan xəbər verir. TL sell düşüşdən xəbər verir. Məsələn burada bu TL buy olduğuna görə qırmızı rəngdə qalacaq. Burada isə bu düşüş trendində olur deyə trend line sell olacaq. Və beləliklə bunun da rəngini qırmızı rəngə boyaya bilərsiniz ki, fərqləndirə biləsiniz. Yəni qiymət bura çatanda düşüş ola bilər. Bu dəstəyə gələndə qalxış ola bilər. Ya da ki, əgər qiymət buradadırsa, bunun üzərində hərəkət edirsə, o zaman məsələn trend line buy-dırsa, gəlib yenə bura dəyib, yenə qalxış ola bilər. Yəni trend line buy sizə qalxışdan xəbər verir. Trend line sell sizə düşüşdən xəbər verir. Əgər bunları bildinizsə, gəlin indi bunları silək. Hər birini qeyd edin zəhmət olmasa dəftərinizdə falan yazın ki, dəstək nədir, dirənc nədir, trend line nədir və s. O məsələn bayaq yazdığım var idi burada. Məsələn bu A hərfi, V hərfi, bunların hansı dəstəkdir, hansı dirəncdir? Baxın bir daha izah edirəm. A hərfinə oxşayanlar dirəncdir. V hərfinə oxşayanlar dəstəkdir. Necə ki burada göstərmişəm sizə. Gördüyünüz kimi bax V hərfi dəstəkdir. V dəstək, A dirəncdir, A dirəncdir. Bu şəkildə.
Belə bu formada da dəftərinizə qeyd edin ki, çaşmayasınız. Mən siz hələ ki beginner olduğunuza görə bu şəkildə izah edirəm. Növbəti dərslərdə biz Şama keçəcəyik. Yəni Şam üzərindən trend line'ımızı qoyacağıq, direncimizi qoyacağıq, dəstəyimizi qoyacağıq. Ona görə bu birinci dərsi bu şəkildə öyrənsəz hələ ki yaxşı olar. Bunları bir dənə öyrənin, TradingView-nu bu cür analiz eləməyi bilin. Ondan sonra keçək növbəti hissələrə. Əgər qrafikdə, məsələn, kiminsə seçdiyi qrafikdə başa düşmədiyiniz şeylər olursa, yəni belə qarışıq şeylər edirlərsə, yəni siz onu öyrənməyə can atmayın. Burada bu qrafiki analiz eləmək üçün sizə maksimum 4-5 dənə xəttə ehtiyac var. Bir də müəyyən 1-2 dənə indikator olsa sizə köməklik göstərə bilər. Yəni nə qədər çox bilsəz bu sahədə sizin üçün o qədər çox ziyandır. Yəni çünki bəzi strategiyalar bir-birlərinə qarşıdırlar. Mən sizə başdan A-dan Z-yə ən işləyən strategiya nədirsə onu öyrədirəm və siz də ancaq onu öyrənib profitable bir trader ola bilərsiniz. Kiminsə qrafikinə baxıb onun çəkdiyi xətlərə və s. maraq göstərməyin. Göstərsəniz əgər ağlınız qarışacaq, fikriniz hər zaman analiz zamanı qarışacaq və səhv qərarlar vermiş ola biləcəksiniz. Ona görə tələsməyin. Yəni qrafikdə uşaqlar var görürəm ki, məsələn qrafikə 200 dənə xətt atırlar belə. Məsələn buradan xətt atır, sonra gəlir yenə buradan atır, sonra gəlir buradan atır, sonra gəlir buradan atır. Yəni bir sözlə doldurur da qrafiki bu şəkildə belə. Yəni bu qədər qrafikdə bu qədər xətt çəkməyə ehtiyac yoxdur. Bu qrafikə qarşı hörmətsizlikdir. Burada sizə cəmi 3 dənə xətt lazımdır. Buradan götürürsünüz. Siz trend xəttini çəkirsiniz. Dediyim kimi bu nədir? Trend xəttidir, okey. Trend xətti buy trend xətti olduğuna görə göyrəkdə olacaq. Trend xəttini buradan yazırsınız TLY. Okay. Və bundan da əlavə bura qoya bilərsiniz. Məsələn dəstək və yaxud direnç. Baxın bu şəkildə. Və bu sizə icazə verir ki, siz buradan analiz edəsiniz. Yəni normal olaraq bazarın hansı tərəfə getdiyini, hal-hazırda nə vəziyyətdə olduğunu başa düşəsiniz. Məsələn, bu trend xətti hal-hazırda qırılıb gördüyünüz kimi. Deməli, nədir? Bazar düşüş trendindədir. Hal-hazırda düşüşdədir. Qalxış trendi artıq qırılıb. Bundan sonra buy eləmək təhlükəlidir. Çünki qalxan trend qırılıb. Bundan sonra ancaq düşüş trendini işləmək lazımdır. Gördüyünüz kimi qrafiki oxumaq, qrafiki tanımaq bu qədər sadədir. Sadəcə bu bilikləri bilsəniz TradingView-da, yəni hələ ki bunun üzərindən getsəz, indi əlavə olaraq gözünüz öyrəşdikcə mən sizə digər əlavə hansı ki biraz daha çətin olan mövzuları izah edəcəm. Amma bunu birinci özlüyünüzdə düzəldin, qrafiki oxumaq üçün xətlərinizi qoyun və s. Yəni 4-dən 5-dən artıq xətt seçməyə ehtiyac yoxdur qrafikdə. Maksimum sizə 4 ya da 5 xətt sizə bəs eləyir ki, siz qrafiki başa düşəsiniz ki, burada söhbət nədən gedir, hal-hazırda qiymət fikri nədir, nə etmək istəyir və s. Həmən bu bildiklərinizi də, məsələn, deyək ki, indi artıq istəyirsiniz ki, analiz eləmişsiniz və özlüyünüzdə özünüzü yoxlamaq istəyirsiniz ki, həqiqətən də mən düzgünmü çəkmişəm xəttləri, həqiqətən də mən düzgünmü analiz eləyə bilirəm artıq. Bunları bilmək üçün sadəcə bütün xəttləri silin və burada replay var. Yəni bazarın hal-hazırki qiymətini geri çəkəcəyik. Bilmirəm hara qədər çəkirəmsə, amma indi belə bir yerə çəkdim. Gördüyünüz kimi baxın bazar burada bu şəkildədir. Siz indi bu bazarı analiz eləməlisiniz ki, bu bazarda vəziyyət nə yerdədir. Məsələn, indi burada nədir vəziyyət? Baxın, bura direncdir, çünki A hərfləri var. Bura dəstəkdir, çünki V hərfləri var, bir neçədən V onu birləşdirir. Və trend də hal-hazırda düşən trenddədir. Ən yuxarıdakı təpədən aşağıya qədər çəkirsiniz. Belə bu şəkildə istəsəniz buradan da qoya bilərsiniz. İndi burada nə gözləyirsiniz? Məsələn, deyək ki, bunda düşən trendlər uşaqlar nə idi? Qırmızı rəngdə qoyduq ki, çaşmayaq. Hal-hazırda bazar direncdən qayıdıb, trend xəttinin üzərində oynaya aşağı düşür. İndi biz nə gözləyirik? Biz gözləyirik ki, bu direncdən düşüb artıq. İndi buradan dəstək xəttləri də qoya bilərsiniz. Baxın buradan. Amma əgər bazar düşən trenddədirsə, hər zaman çalışın buydansa sellərə baxın. İndi biz burada ümumiyyətlə nəsə eləməyə ehtiyac yoxdur, çünki qiymət bir xeyli aşağı düşür. Və siz buradan məsələn buraxırsınız bazarı, işləməyə başlayır. Bayaq dediyim kimi, bax gördüyünüz kimi trend xəttinin üzərindən gedir. Və trend xətti qırılan kimi gördünüz. Bax həmən bu trend xətti burada qırılan kimi
bazar birbaşa uçdu göyə. Hətta hardan? Bizim seçdiyimiz bu trend xəttindən. Bu qədər sadədir dostlar. Bazarı bu cür analiz edə bilərsiniz, bu cür başa düşə bilərsiniz, amma hələ ki işləm açmırıq öz analizlərimizdən. Çünki bu çox sadə bir analiz formasıdır. Bu forma ilə, bu sadə analizlərlə bazara girib müəyyən qədər, yəni demo ilə okey eləyə bilərsiniz. Amma əsas pulla girib bu qədər biliklə, yəni hələ ki ticarətə başlamayın. Mən bu dərslərdə öyrəndiklərinizi demo hesabda strategiyaları, yəni yoxlayıb, əgər qazanc əldə edirsinizsə, özünüzə güvənirsinizsə, o zaman real ticarətə, real pulla başlaya bilərsiniz. Amma hələ ki bunları bilin və buradan dediyim kimi back testlər eləyin. Baxın görün ki, həqiqətən də siz doğru mu bilirsiniz? Sizin analiziniz işləyirmi yoxsa yox? Gördüyünüz kimi gəlir yenə direncə, direncdən dəyər düşür. Gördüyünüz kimi direnç burada qırıldıqdan sonra qiymət daha da qalxmağa davam edəcək. Gördüyünüz kimi direnç burada qırıldısa, deməli nə olur? Satıcılar azalır, alıcılar çoxalır və beləliklə qiymət çoxalır. Baxın, direncdə həmişə satıcılar olur. Gəlir bu direnci satanda satıcılar başlayırlar qiymətdən, yəni bu qızılı satmağa və beləliklə nə olur? Bazar aşağı düşür. Əgər amma onların gücü çatmasa, bu direncdə qiyməti aşağı sala bilməsələr, gücləri çatmasa, yəni yetərli qədər seyr edə bilməsələr, o zaman nə olur? Direnç burada qırılır. Direnç burada qırılanda nə olur? O satış eləyənlər hamısı əməliyyatlardan çıxırlar, əvəzinə qızılın qiymətinin qalxacağını düşünüb buy edirlər. Və beləliklə qiymət də qalxdıqca qalxır bu şəkildə. Hələ ki ilk başlardan, ilk dərslərdən çox sizi yükləmək istəmirəm, amma bu TradingView-da digər başqa indikatorlar da var. Hansı ki həmən indikatorlardan da köməklik ala bilərsiniz. Amma bu dərslər, indikator dərslərini digər dərslərə salmaq istəyirəm. Çünki indikatorları da indi buradan öyrənsəniz əgər, o zaman sizin ağlınız qarışa bilər, fikirləriniz yayınar. Ona görə hələ ki bunlar bu dediklərimi eləyin və bu dediklərimi elədikdən sonra bir neçə dəfə burada replay ilə back testlər eləyin və özünüz görün ki bazar nə cür işləyir. Bir müddət sonra artıq özünüz analiz edib, özünüz öz analizlərinizlə də işləmlər aça biləcəksiniz. Sadəcə tələsmək lazım deyil. Nə ki öyrənmisiniz, hamısını demo hesabda, hansı ki birinci dərsdə sizinlə bir yerdə açdırmışdım demo hesabı. Həmən hesabda, məsələn, burada götürün real zaman bir dilimində, məsələn, hal-hazırda biz geri vaxtdayıq da, amma bu dəqiqə əgər canlı vəziyyətə qoysaq, qiymət hal-hazırda lap yuxarılara qalxıb və hal-hazırda qiymət belədir. Siz indi hal-hazırda analizlərinizi bunun üzərindən də eləyib, MetaTrader-də o sizin üçün açdırdığımız demo hesablarından əməliyyatlar aça bilərsiniz. Və baxın görün, sizin əməliyyatlarınız nə qədər düzgündür. Məsələn, burada dəstəyimiz var, burada direncimiz var. Ondan sonra, məsələn, çox pis düşən trend xəttimiz var. İndi onu çəkirəm, amma yəni bir saatlıqda yox, trend xətti belə düşüşlər olanda trend xəttini məsələn 5 dəqiqəliyə uyğun qoya bilərsiniz. Bu şəkildə. Belə. İndi nə vaxtsa bu qalxsa, buradan gəlib yenə trend xəttinin üzərində dəyib yenə düşüş eləyə bilər. Hər kəsə uğurlar. Növbəti dərslərdə sizinlə indikatorlar üzərindən davam edəcəm ki, TradingView-nu tamamilə öyrənək, bitirək və beləliklə keçək artıq strategiyaları öyrənməyə başlayacağıq və beləliklə biz hamımız birlikdə çox profitable bir traderə çevriləcəyik. Hər kəsə uğurlar dostlar. Diqqətlə baxın və back testlərdən tənbəllik eləməyin, axıra qədər edin. Gecə-gündüz dayanmayın. Çoxlu back testlər eləyin, gözünüz öyrəşsin, əliniz öyrəşsin və s. Növbəti dərslərdə görüşənədək.